Deməli, biz y bərabərdir sinus x funksiyasını keçən dərs dedik. Doğrudurmu? Y bərabərdir sinus x funksiyası necə idi? Qrafiki bu formada gəlirdi. Gördünüz, belə idi. Düzdürmü? Burada dayanırdı. 0-dan 2pi-də dayanırdı. Doğrudurmu? Dayanırdı nə mənada? Bundan sonra dövr təkrarlanırdı. Yəni biz həmin şeyi, məsələn bu qərafdan istifadə edərdik. Burada nə olurdu? Həmin şey bir də təkrarən çəkilirdi. Doğrudurmu? Burada da saxlayaq. Gördüyünüz kimi bu şəklin davamını çəkmiş olur. Eyni zamanda bunu sola doğru da çəkəndə eyni vəziyyət yaranır. Biz bunları keçmişdik. Keçən dəfə sinusoidin qrafikini keçdik. Doğrudurmu? Atma aralığı haraydı? -90-dan -90-a kimi. Bu zaman cavablar burada neçə alırdı? 1'i. Burada neçə alırdı? -1'i. Tamam, bu y oxudu, bizim x oxudu. Təbii ki, bunun davamı da, yəni sonsuza qədər davam edə bilir. İndi, buradan bu misalı həll etmək üçün birinci arc sinusların, arc kosinusların nə olduğunu anlayaq ki, sonra bu misalı həll edək. Onda gəlin belə fikirləşək. Biz müəyyən aralıqda artan funksiyanın tərsini tapa bilərik. Yəni, məsələn, -pi/2 ilə pi/2 arasında x daxildir -pi/2, pi/2 aralığında sinus x funksiyasının, deməli, y bərabərdir sinus x funksiyasının x bu arada olduqda tərsini tapa bilirik. Mən indi qısa yazacağım. Y bərabərdir arc sinus x kimi yaza bilirik. Bu zaman tərs funksiyalarda təyin olası, qiymətlər olası yerlərini dəyişir. Bax, burada aldığınız -pi/2, pi/2 bunun y-nin aldığı qiymətlərdir. -pi/2, pi/2. Bəs x-nin aldığı qiymətlər nə olacaq? X-nin aldığı qiymətlər bu sinus x funksiyasının qiymətlər çoxluğu olacaq. Çünki bunun qiymətlər çoxluğu bunun x-nin təyin olasının aldığı qiymətlərdir. Onda belə çıxır ki, burada şəkildə nə görürsünüz? -1, 1. Həmişə bir artan hissədə -1, 1 var. Azalan hissədə -1, 1 var. Yəni ona görə də biz cavabda nə yazacağıq? -1, 1. X-nin aldığı qiymətlər. Bunun qrafikində quranda biz x oxun üstündə -1, 1-i qeyd eləməliyik. Baxın, qeyd edirəm. -1, müsbət 1-i. Bunu biraz uzadaq, boyunu. Tamam. 90 dərəcədə 1 alır axı, sinus 90 dərəcədə 1-dir. Y oxun üstündə dərəcələri yazacaq. Bir növ tərsinə, necə burada apsis oxun üstündə dərəcələr yazırdı, indi Y oxun üstündə dərəcələr yazacaq. 90 dərəcəni bura qoyaq. Bu zaman bu nöqtədə birləşirlər. Çünki sinus 90 dərəcədə 1-i verir. 0 elə 0-da qalır. -1-də də nəyi verir? -90'ı verir. Gəldi bura. -90. Və qalanları da bu ikisinin arasında olur. Məsələn, tutaq ki, arc sinus 2'də 1-də nəyi verəcək? Arc sinus 2'də 1 kim deyər? 30'u. Onda pi/6 yaza bilirik. 90'dan biraz aşağıda olsun. Pi/6 yaza bilirik. Desəm ki, arc sinus -2'də 1, -30'u vermiş olacaq. Yəni, buralarda bir yerdə -pi/6. Və biz bu nöqtələr bunların arasında cəryan edir. Bir növ, belə deyək də, əgər funksiyanı bunu diri çəkək, maşallah, diri, belə. Bu elə bir ki, ümumi bu funksiyanı y oxunun başına dolandırırsan əslində. Burası bizə lazım olmadığına görə, gördüyümüz kimi aşağıdan və yuxarıdan məhdud ardıcıllıq kimi funksiyanın məhdud olduğunu gördük. Burada isə nə görürsünüz? Sonsuza qədər gedə bilir. Təyin olası sonsuza qədər hərəkət edir. Qiymətlər olası -1, 1 arasında qalır. Və nəticədə biz arc sinus x funksiyasının qrafikini aldıq. Buradan belə bir tək funksiya olduğunu görürsünüz. Tək funksiyadır. Yəni, arc sinus -x verəndə mənfini ötürür qabağa, -arc sinus x olur. Amma cavabları yadda saxlayın. -90'dan 90 arasında yazmalısınız. Məsəl üçün, bu misala diqqət edin. Arc sinus 0,2. Arc sinus, indi burada tutaq ki, biz indi bunu birazdan baxacağıq. Arc sinus bildiyimiz dərəcə olsa, məsələn, nə ola bilər? -1-dən 1'in arasında 2'də 1 ola bilər, -2'də 1 ola bilər, kökdə 3/2 ola bilər. Biz onda belə yazacağıq. Tutaq ki, arc sinus -kökdə 3/2 yazsaq, bu bərabərdir, mənfini ötürür qabağa, arc sinus kökdə 3/2 yazırıq və bunu da birinci rübdə axtarırıq.
birinci rübdə. Nəticədə alırıq 60 dərəcə. Amma qabağında mənfi. Mənfi 60 dərəcə. 60 dərəcə necə yazılır? Pi bölü 3. Vəssalam. Bunu almış oluruq. Deməli, ya birinci rübə bu cavabını yazacaqsınız, ya bir dördüncü rübə, amma mənfi ilə olanı. Yəni, dördüncü rübə vahid çevrədə necə gedirdik biz? Məsələn, mənfiləri buradan hərəkət edəndə bu tərəfə doğru gedirdik. Yəni, bura mənfi pi bölü 2-dir. Mənfi pi bölü 2-dir. Saat əqrəbinin hərəkətinin əksinə gedəndə bura pi bölü 2-dir. Onda belə çıxır ki, biz buradan bura qədər olan yola baxırıq. Bu hissədəkinə baxırıq. Yəni, bu hissədə də dərəcələr. Mənfi 90-dan 90 arasında almış olur. Məsələn, nöqtə bura düşür, vahid çevrədə biz müsbət dərəcə yazırıq. 0-dan 90 arasında. Əgər aşağıya doğru gediriksə, buradakı nöqtədə biz mənfi 90 arasında cavab alırıq. İndi burada pi bölü 2, mənfi pi bölü 2 mən bunu işarə eləmişəm də. Yəni, bu y oxun üstünə qoysam da, birinci bura dərəcə olaraq yazmışam mənfi pi bölü 2. Burada müsbət pi bölü 2. Aydın oldu, uşaqlar. Bunu başa düşdük. Tamam. İndi, arksinusu bildik. Bəs sinus arksinus olanda nə olacaq? Gəlin ona da fikir verək. Sinus arksinus, tutaq ki, mən bura bir A yazıram. X da yaza bilərəm, A qoydum. Yəni, X qoya bilərəm, X-dan danışır, X qoydum. Məsələn, biz X-ı şərt qoymalıyıq. X-ımız hansı şərt daxilində olmalıdır? X-ımız mənfi 1-1 arasında olmalıdır. X-ımız nə olmalıdır? Mənfi 1-1. Məsələn, sinus, mörtəzədə arksinus 2-də 1 yazaq. Mənfi 1-1 arasında. Buradan alırıq neçə? 30 dərəcə. Sinus 30 dərəcə nəyə verir? Qayıdır 2-də 1-i verir. Qayıdır nəyə verir? 2-də 1-i verir. Düzdürmü? Onda belə ki, bu X-a bərabər olacaq. Tabi də əziyyət çəkməyəcəm. Baxın, arksinus 2-də 1-in yerinə nə yazmalıyam? Pi bölü 6. Burada da sinus pi bölü 6 nə olacaq? Elə 2-də 1. Sinus 30 2-də 1. Deməli, bizə şərt nə olacaq şərt? Şərt olacaqsa X-in yerinə arksinus olduğuna görə mənfi 1-1 arasında qiymətlər qoyun. Başqa qiymətləri qoymayın. Aydın oldu. Bu şərt daxilində demək sinus arksinus düzdür. Biz buna alfa yaza bilərik. Aydındır mı? Məsələn, bir də görürsünüz belə verirlər. Tangens mörtəzədə arksinus bilmədiyiniz bir şeylə verə bilərlər. Məsələn, 3-də 1 bilmirsən dərəcəsini. Məsəl üçün, biz bunun cavabını bilmirik. 3-də 1 də yaza bilmərik. Arksinus 3-də 1-i götürürük bir alfa. Doğrudurmu? Məsəl üçün, bu olur tangens arksinus 3-də 1-i, deməli, alfa yazırıq. Bu yazırıq tangens alfa bərabərdir nəsə. Aydındır mı? Məsələn, tutaq ki, bunu belə verir. Bu əslində bizə nə verir? Sinus alfa 3-də 1 verilmiş olur. Bir növ sinus alfa 3-də 1-dir, biz tangens alfanı axtarırıq. Və bu zaman düzbucaqlı üçbucaqdan tapa bilərsiniz. Bəli. Alfanı bura qoyub, qarşıdakı katedə 1, hipotenuza 3 yazıb, K-dan da yazmaq olar. Pifagor teoremini tətbiq edib, 9-dan 1 çıxanda kökdə 8, bura 2 kökdə 2 yaza bilərsiniz. Və tangens alfanın qiymətini qarşıdakı katet bölünsün, bitişik katet, yəni 2 kökdə 2 yaza bilərsiniz. Yəni bu formada cavabı ala bilərsiniz. Hamısını da elə bilərsiniz. Sadəcə bu daha asandır deyə bir də onu yazmağa ehtiyac yoxdur. Əgər sinus, arksinus gördünsə birbaşa cavabı yaza bilərsiniz. Bu oldu arksinusun qrafiki. Sinus X-in grafikini bilən adam artıq bunu başa düşəcək. Bu hissələrin tərsi sizə düşmür deyə bunlar üçün ayrıcana yazmırıq. Bu belə. Keçirəm kosinusda. Kosinusda necə olacaq onu deyim. Düzdür, burada bir salınızda kosinus yoxdur. Kotangens var, tangens var. İstəyirsə birinci tangesi deyim, yoxsa kosinusu deyim. Gəlin tangesi deyək. Y bərabərdir tangens X funksiyası. Məsələn, bunun qrafiki tangens 90-da mənası yox idi. 90 dərəcədə, gəlin 90-ı bu formada çəkək. Bu pi bölü 2 yazaq, bura qısa oxun üstü, bu da y oxun üstü. Tangens 0 dərəcədə 0 idi axı, demək buradan keçir. Məsələn, deyirsən ki, tangens 60 dərəcə, tangens 67-yə bərabərdir. Kökdə 3. Bəli, kökdə 3-ə bərabərdir. Yəni, nöqtənin biri burada. Və tangens mənfi 60 dərəcə, mənfi pi bölü 2-ni yazaq. Bu ikisinin arasında qrafikini görmüş olacaq. Yəni, qrafik bir x kubunu xatırladan bir qrafik olacaq. X kubunu xatırladan qrafik olacaq. Amma kəsmir, bunu biləsiniz ki, bu qrafik bunu kəsmir. Tamam, bu mənfi 90-90 arasında. Demək, 180 dərəcə aralığında şəklini gördük. Amma tangens axı 90-dan sonra 180 dərəcə. 180 dərəcə neçədir? Tangens 180 dərəcə. Kim bilir? 0. Yox.
Necə təyin olunmuyor? Yəni 90-da təyin olunmuyubsa, yanınıza qalsın. Pi bölü 2 üstəgəl dövrünü əlavə edirsən. Yəni əslində təyin olması x-in aldığı qiymətlər bunlardan başqa olan ədədlərdir. Ha, burada tam ədəddir. Təyin olması bunu ala bilməz. Kaya 1 ver, 180 üstəyə 90-ı, yəni 270 ala bilməz. Kaya mənfi 1 ver, 90 çıxısı 180, mənfi 90. Bəli. Yəni qrafiklər bu formada davam edəcək. Qrafiklər bu formada davam edəcək. Amma hər birinin arası 180 olmalıdır. Pi bölü 2 üstünə 180 gəlirsən, yəni pi gəlirsən. Neçə edir pi bölü 2-nin üstünə 180 gələndə? 3 pi bölü 2. Deməli bura. Burada demək pi burada hardadır? Pi burada absokunu kəsən yerdədir. Pi burada absokunu kəsən yerdədir. Yəni buradadır pi. Nəticədə bu qrafik alır. Eyni zamanda da sola doğru qrafiklərin eyni qayda ilə davam etdiyini söyləyə bilərsiniz. Deməli, buradan nə öyrənirsiniz? Tək funksiya olduğunu görürsünüz. Niyə? Koordinat başlanğıca nəzərən simmetrikdir. Bir də yadınızda saxlayın, tək funksiya koordinat başlanğından keçirsə, yəni daha doğrusu sıfırda x bərabər 0-ı ala bilirsə, mütləq koordinat başlanğından keçir. Tək funksiyada təyin oblasti əgər 0-ı ala bilirsə, mütləq nə olmalıdır? Koordinat başlanğından qrafik keçməlidir. Və birdə qrafikin bir hissəsi varsa, demək 3-cü rüqbədə olmalıdır. Bu tək funksiyaya aiddir. Oldu mu? Deməli, xassələr haqqında qısaca deyə bilərəm. Nədir? Təyin oblasını yazdım. Bundan başqa bütün ədədlər, bütün dərəcələr ala bilir, ədədlər ala bilir. Y-in qiymətlər çoxluğunun aldığı aralıq nə görürsünüz? Sonsuza qədər uzanır. Sonsuza qədər uzanır. Yaxınlaşsa da uzana gedir. Oldu mu? Deməli, mənfi sonsuz müsbət sonsuzluq alacaq. Mənfi sonsuz müsbət sonsuzluq alacaq. Tək funksiyadır. Tangens mənfi x. Mənfi tangens x-i vermiş olacaq. Sonra artan funksiyadır. Mənfi pi bölü 2, pi bölü 2 aralığında görürsünüz. Artır, monoton artan burada artır. Məsələn, bu hissədə görürsünüz. Ona görə deyirlər ki, tangens funksiyası artandır. Sinus isə nə artandır, nə azalandır. Kosinus kimi nə artandır, nə azalandır. Bu belə. Funksiyanın sıfırları tangens x bərabərdir, sıfırı həll etməkdir. Funksiyanın sıfırları yoxsa 0 dərəcədə, 180 dərəcədə onda belə çıxır ki, 0 üstəyə pi k, 0 yazmırıq, pi k, k daxildir, z. Bunun sinus kimi şeylərini, funksiyanın sıfırlarını tapa bilirik. Aydındırmı? Müsbət qiymətlər aldığı aralıq, 0-dan pi bölü 2-nin arasında görürsünüz, müsbət qiymətlər alır, 0 daxil deyil, çünki 0-da 0 alır, pi bölü 2 daxil deyil, çünki pi bölü 2-də mənası yoxdur. Ona görə müsbət qiymətlər aldığı aralığı 0, pi bölü 2 belə yaza bilərsiniz. Amma üstünə dövrün də gələndə bütün müsbət qiymətlər aldığı aralıqları tapa bilirik. Onda belə çıxır ki, müsbət qiymətlər aldığı aralıq 0 üstəyə pi k, pi üstəgəl pi bölü 2 və yaxud pi bölü 2 üstəgəl pi k. Pi yazmayaq çünki belə. Bu olur müsbət qiymətlər aldığı aralıq. Qrafikə baxaraq deyəcəyiz. Bu şəkildən görürsünüz ki, dövrü, əsas dövrü pidir. Pi dövrüdürsə, t bərabərdir pi dövrüdür, əsas dövrü. Dövrü pidirsə, demək, eyni zamanda pi k da dövrüdür. Ümumi dövrünü pi k, k daxildir, z kimi götürə bilərsiniz. Aydın oldu. İndi gəlin bunun tərsinə fikirləşək. Tərsi, buranı silin. Bu funksiyanın tərsi nə olacaq? Baxın, ki, bunu yerinə tangens yazıram. Buranı da silək, götürək bunu. Tangens x funksiyasına baxaq. Burada mənfi pi bölü 2, pi bölü 2 aralığındakı tərsini tapacağıq. Yəni, koordinat başlanğıcı olan hissədə baxacağıq. Baxın, bu hissə. O birlər bizə maraqlandırmır. Bu aralıqdakı tərsi nəyi verəcək? Y bərabərdir. Yenə də arc tangens x funksiyasını verəcək. Yeni bir funksiya anlayışı meydana çıxdı. İndi, arc-sinusda necə idi? Mənfi pi bölü 2, pi bölü 2 daxildir. Arc-tangens də necədir? Mənfi pi bölü 2, pi bölü 2 daxildir. Bu zaman bunun təyin oblasti, bu funksiyanın təyin oblasti nədir? X-in ala biləcəyi qiymətlər, bunun Y-in aldığı qiymətlərdir. Y də sonsuza qədər ala bilir deyə mənfi sonsuz, müsbət sonsuz. Ona görə də arc-sinusda biz bura mənfi 1-1 arasında qiymətlər qoyuruq. Bura nə istəyirsən qoya bilirsin. Heç bir problem yoxdur. Qiymətlər oblasti. Bunun təyin oblastıdır. Nə idi bu? Mənfi pi bölü 2, pi bölü 2. Deməli, siz cavabları mütləq dərəcə olaraq mənfi pi bölü 2, pi bölü 2 arasında yazmalısınız. Əgər cavabları mənfi pi bölü 2, pi bölü 2 arasında yazmasanız, cavab səhv olacaq. Məsələn, arc tangens kökdə 3 yazdınız. Siz bilirsiniz ki, dövrü funksiyalarda qiymətlər fərqli ola bilir. Məsələn, tangens
60 dərəcədə kökdə 3-dür. Üstünə 180 gəl, tangens 240-da da demək kökdə 3-dür. 60-dan 180 çıx, dövrünü çıx, tangens mənfi 120 eləyir. Demək, tangens mənfi 120 dərəcədə də kökdə 3-dür. Görürsünüzmü? İndi bizə yazılar tangens kökdə 3. Mən ya bunu yazmalıyam, ya bunu yazmalıyam, ya bunu yazmalıyam. Düzdürmü? Bunları yazsam səhv olacaq. Çünki biz təyin qiymətlər oblasından bağlı nə dedik? Mənfi 90-90 yazmalısan. Axı 240-90-ı keçir, onu yaza bilmərəm. Aydındırmı? Ona görə də 60-ı götürüb buraya yazmalıyam. İndi 60-ı da radianla yazsaq, pi bölü 3 olmuş olur. İndi gəlin tangens mörtəzədə arc tangens ona diqqət edək. İndi bəzi şeyləri burada demirəm, yəni istisnalar kimi bırax. Məsələn, arc tangens özü, məsələn, arc sinusda tək funksiya idi. Amma arc tangens təkdirmi? Bunun qrafikini qurmadım. Bunun qrafikini quranda bu hissə belə olacaq. Qoy onu da qurun. Baxın. Deməli, x bura oldu, y bura oldu. Biz bura ədədlər qoyuruq da, düzdürmü? Mənfi sonsu, müsbət sonsu. Yəni, burada məsələn 0 qoya bilərik. 1-i nə vaxt alır? 45 dərəcədə alır da, bilirsiniz. Pi bölü 4-də 45 dərəcədə 1 alır. Mənfi pi bölü 4-də nə alır? Mənfi 1 alır. Doğrudurmu? Məsələn, buranı hələlik götürək. Deməli, burada mənfi 1-i nə vaxt alır? Mənfi 45-də. Tamam, buranı yazdım. Mənfi pi bölü 4. İndi, bu şəkildə bu nöqtə var, bu nöqtə var, bu nöqtə var. Məsələn, mən get-gedə 2 qoyanda daha böyük dərəcə almalıyam. Kökdə 3 qoyanda daha böyük dərəcə almalıyam. Əslində, bu şəkili belə baxsaq, bu belə gedəcək. Qalxa-qalxa gedəcək. İndi buradan bir sual yaranır. Müəllim, mənfi pi bölü 2, pi bölü 2 burada dayanacaqmı? Mənfi pi bölü 2, bəli. Məsələn, bura pi bölü 2 olacaq. Bura nə olacaq? Yuxarı hissəsi. Pi bölü 2. Bu elə ki, asimtot olacaq. Arc tangensin asimtotu. Pi bölü 2-dir bura. Bu belə gedəcək, amma kəsməyəcək. Eyni zamanda mənfi pi bölü 2-ni aşağıda yazacağım. Görünmür yəqin ki. Buradan da belə gələcək. Və qrafik bu formada belə bir əyri alınacaq. Yəni, gördüyümüz kimi asimptotların arasında bu qrafiki görə bilirik. Və bir növ tərs çevrilmiş formadır. Bu hissənin tərs çevrilmiş formasıdır. Biz ona görə cavabları mənfi pi bölü 2, pi bölü 2 yazmalıyıq. İndi, gəlin həmin dediyimi yazın. Tangens mörtəzədə arc tangens x qoyaq. Ya da x qoymayaq, əvvəlcə ədəd qoyaq. Gəlin, ədəd qoyaq, baxaq. Arc tangens kökdə 3 bizə nəyi verməlidir? Pi bölü 3-ü verməlidir. Yəni 60 dərəcəni verir. O zaman tangens 60 dərəcə bizə nəyi verəcək? Yenə kökdə 3-ü verəcək. Onda belə çıxır ki, əgər bura x-dırsa, cavab elə x-i verəcək. Bəyək ki, sinusdakı kimi. Onda bura biz x qoysaq və cavaba x yaza bilərik. X-in aldığı aralıq bu dəfə mənfi sonsu, müsbət sonsudur. Bu yəni burada problem yoxdur. Bax, bu da buna daxildir. Vəssalam. Tangens, arc tangens x üçün də bunu yazdıq. Aydın oldu uşaqlar. Amma gəlin arc kosinusdan arc kotangesi şifahi deyim də. Yəni istəsəz sonraki etapda bunu da ispat edərik. Lazımdırsa deyim. Yox. Tamam. Onda belə edək. Y bərabərdir kosinus x funksiyasının tərsini də harda tərsini tapacağıq? Ümumiyyətlə kosinusoidin grafikində azalma yeri 0pi-dir. 0pi. 0pi aralığında kosinus x funksiyası azalır. Həmin hissədəki tərsi olaraq biz bu aralıqdakı tərsi olaraq y bərabərdir arc kosinus x yazırıq. Arc kosinus x. Amma burada çox maraqlı bir şey var. Yəni arc kosinus, məsələn, arc tangesdə təkdir. Baxın kimi bilirsiniz. Mənfini ötürür qabağa. Yəni burada məsəl üçün mənfi 2-də 1 olsa biz cavaba mənfi 2-də 1 yaza bilirik bu halda. Amma arc kosinus da elə deyil. Ümumiyyətlə kosinus cütdür. Amma arc kosinus nə təkdir, nə cütdür. Çünki onlar məhdud funksiyalardır. Baxın, məsələn, y bərabərdir kosinus x-in qrafiki bu idi. Dedim, deməyəcəm, ona deyək. Məsələn, bu belə gəlir, qrafik bu formada gedir. Göz mərkəzdən keçmir, cüt funksiyadır. Kosinus 0 dərəcə 1-i verir. Yəni, 1 onun asimtotudur da belə gəlir. Doğrudurmu? Bu formada gedir. İndi, biz hansı hissəni götürürük? Baxın, bu hissədə pi-dir. Bu hissə pi bölü 2-dir. Pi-də mənfi 1 alır. Kosinus 180 dərəcə mənfi 1 alır. Mənfi 1-dən müsbət 1-in arasında qiymətlər alır. Doğrudurmu? Bu da belə. İndi, buradan bir sual yaranır.
biz hansı hissədəki tərsini götürəcəyik? Bax, bu hissədəki tərsini götürəcəyik. Bax, bu hissədəki tərsi. Bu haradır? Bax, bu buradır. Sıfırdan pi-nin arası. Onda belə çək ki, x-in, bura yazdım, kosinus x-in 0 pi aralığında, 0 da daxildir, pi də daxildir, onu ala bilir. Arc kosinus x funksiyası, bax, budur. Bəs bunun şəkli necə olacaq? Bunun şəklini çəkəndə, sağ tərəfi silək. Buranı da götürək. Arktangesi götürək də ümumiyyətlə. Arktangesi götürək. Tangesi geçsin. Buradan da geçsin. Belə. İndi gəlin baxın. Məsələn, mən indi bunun qrafikini biraz yuxarıda çəkim. Məsələn, qrafikinə baxaq. Arc kosinusun qrafikini çəkirəm. Deməli, nə edəcəyik? Biz nə dedik? Təyin oblasti ilə qiymətlər oblasti yerlərini dəyişir. Kosinusun təyin oblasti bizə lazım olan hissəsi budur. 0 pi. Biz indi bura 0 pi-ni x oxun üstündə yox, y oxun üstündə quracağıq. 0 buradadır, pi də tutaq ki, buradadır. 0 pi. Belə. İndi 0-dan pi-nin arasında demək dərəcələr ala bilər. X-a nə vermək olur? Daha doğrusu, bunun cavabı nədir? Y-i. Mənfi 1, 1. Görürsünüz, mənfi 1, 1. 0-da 1 alır, 180-də mənfi 1 alır. Ortada aldığı qiymətlər fərqli qiymətlər olur. Görürsünüzmü? Belə qiymətlər ala bilir. Onda biz nə edəcəyik? Mənfi 1-i qeyd edək, müsbət 1-i qeyd edək və fikirləşək ki, 0 dərəcədə 1 alırsa, deməli, nöqtə burada olacaqmı aşağılar? Məsələn, arc kosinus 1 nəyi verəcək? Arc kosinus 1. 0-ı verəcək. 0 dərəcədə demək olar, 0 da demək olar. Nöqtə buradadır. Desəm, arc kosinus mənfi 1 nəyi verəcək? Hamı bilir ki, 180-də mənfi 1-i verir. Deməli, nöqtə burada olacaq. Nöqtə buradadır. Bu belə. İndi bir sual yaranır. Bəs bu şəkil necə gedəcək? Burada ortada bir nöqtə götürək. Məsəl üçün, pi bölü 2. Pi bölü 2-də nəyi verir? 0-ı. Arc kosinusu biz buna nə yazırıq? 0. Gəlin bura yazın. Arc kosinus 0 nəyi verəcək? 90 dərəcədə 0 verir. Doğrudur mu? Deməli, bura 90 dərəcə. Nöqtə burada olacaq. Və bu, yenə də sinusoiddəki kimi bunun başına dolanmış vəziyyətdir. Bu tərəfi bizi maraqlandırmır və qrafik belə gəlir. Və fikir verin, bunun aşağıda yeri yoxdur. Yəni, mənfi cavabı yazmırıq. Arctangesdə mənfi yaza bilirik. Arcsinusda mənfi dərəcələr yaza bilirik. Amma arckosinusda yazacağımız cavablar ancaq dərəcə olaraq 0 daxil olmaqdan pi bölü 2-dir. Yəni, mənfi olmayan qiymətləri yaza bilirsiniz. Mənfi olmayan qiymətlər. İndi, bəs arckosinus mənfi x yazanda biz nə etməliyik? Bunun nümunə üzərində baxaq. Arckosinus mənfi 2-də 1 olanda biz bunu mənfi 2-də 1 bura düşür. Mənfi 2-də 1 fikir verin bura gəlib çıxır. Yəni, yuxarıya düşür. Pi bölü 2-dən yuxarı. Yəni, ikinci rübə düşür. Təbii ki, müsbət 2-də 1-i alanda, birinci rübə düşür. Kosinus 2-də 1 neçədir? Kosinus neçədir 2-də 1? 1 bölü 60. 60. Hə. Deməli, 2-də 1-i 60 dərəcədə alır. Əgər 60 dərəcədə alırsa, məsələn, bura dərəcədən yazım ki, daha yaxşı başa 60 dərəcədə alırsa, buradan bura 60-dırsa, buradan burada 60 çıxmalıyıq. 60 çıxanda, yəni 180-dən 60 çıxanda neçəyə gəlir düşür? 120-yə. Yəni biz neçə yazmalıyıq əslində? Mənfi 2-də 1-ə. 120 dərəcə yazmalıyıq. Bəs biz 120-ni necə yaza bilərdik? 180-dən 60-ı çıxa bilərik. Ona görə də 180 çıxılsın, arckosinus 2-də 1 yazmaq və oradan da pi çıxılsın, bunu dərəcə ilə yazanda pi bölü 3 yazmaq, radianla yazanda. Burada da 2 pi bölü 3 yazıb 120-ni almaq olar. Onda beləcə ki, arckosinus bütün ədədlər üçün biz pi çıxılsın, arckosinus x yaza bilərik. Amma burada yenə sinusdakı kimi x-in aldığı aralıq gördüyünüz kimi mənfi 1-dən 1-dir. Yəni, amma burada daxildir. Düzdürmü? Deməli, arckosinus'un aldığı x-ların y-in aldığı qiymətlər idi. Ona görə də təyin oblasti deyəndə, burada arckosinus üçün təyin oblasti olacaq mənfi 1, 1. Qiymətlər isə dərəcələr olmalıdır. Dərəcələr də burada buna görə eləmişik deyə, yalnız 0 pi. Yəni, yalnız birinci, ikinci rübün bucağını yazmalısınız. Mənfi olanda ikinci rübün bucağını yazmalısınız. Müsbət qiymət veriləndə, yəni arc, müsbət qiymət veriləndə, burada müsbət verilsə və 0 da, yəni 0 yazmaq olar. O
Pardon, o problem deyil. Yəni, çünki 0 dərəcədə 1 verir. Amma yəni, mənfi yaza bilməzsiniz də, müsbət qiymətlərdə cavabı mənfi yaza bilməzsiniz. Yəni, mənfi deyəndə ümumiyyətlə mənfi ədəd dərəcə yaza bilməzsiniz. 0-dan pi arasında dərəcələriniz olmalıdır. Aydındır uşaqlar. Onda burada x daxildir bunun üçün, yaxud da arkosinus üçün yazdım da, burada arkosinus üçün. Nə yazıram? X-in aldığı aralıq nə olacaq? X-in aldığı aralıq mənfi 1 olacaq. Yəni, mütləq mənfi 1. İndi deyə bilərsiniz ki, axı bu mənfi idi. İndi bunu müsbət üçün də yazsaq doğru gələcək. Yəni, heç bir problem yoxdur. Bu düstur tam doğrudur. Yəni, belə sadəcə diqqət edin. İndi, gəlin buna da baxaq. Kosinus, arkosinus yazılsa necə yazacağıq? Arkosinus, x yazıldı. Buradan x-in mütləq mənfi 1 arasında ədədlər verilə biləcəyini bilməlisiniz. Və bunu da eləyəndə cavab elə x olmuş olacaq. İndi, bunu tərsdən də yaza bilərik. Arkosinus, mörtəzidə kosinus. Belə suallarda qarşılaşa bilərsiniz. Arkosinus, məsəl üçün buna baxaq, o birisi də baxmadıq. Arkosinus, mörtəzidə kosinus. Məsələn, tutaq ki, bizə verir... Yox, indi burada dərəcə olacaq. Baxın, indi dərəcə olacaq. Bu dərəcəni mən belə bildiyiniz dərəcə yazım, 300 dərəcə. Əgər mən cavabı 300 yazsam, səhv olacaq. Niyə səhv olacaq? Çünki arkosinusun cavabları mütləq 0-pi arasında yazılmalıdır. Əvvəlcə deməli, biz bunu çevirməyə apararıq. 360 çıxılsın 60. Yəni, adı dəyişməsin. Arkosinus. Yəni, qıraqda yazın. Kosinus 300 dərəcəmiz bərabərdir. Kosinus 360 çıx 60 dərəcə. O da bərabərdir. Adı qalır, 4-cü rübə düşür, yaxud da 360 çıx 4-cü rübə düşür. Düzdürmü? 4-cü rübə kosinus nədir? Müsbət. Deməli, kosinus 60-a bərabər oldu. Onda biz arkosinus, bunu kosinus 60 yaza bilirik və bu zaman cavabı 60 götürə bilirik. İndi 60-ın yerinə pi bölü 3 veriləcəkdir. Bu belə. Yəni, elə də ola bilər. Amma orada diqqət elədiyimiz məqam, yəni bir qədər çətin tərəfi orasıdır ki, dərhal oranı yazıb götürmək olmaz. Amma belə olanda çox rahat şəkildə bunu x-i götürüb yaza bilirik. Bu arkosinus. Bəli. Yox, mənfi çıxsa, hansı bura mənfi çıxsa, tamam. Əgər oldu ki, tutaq ki, buranı götürün, tutaq ki, oldu belə bir şey. Ark, kosinus, tutaq ki, hesabladınız, burada oldu mənfi kosinus, məsələn, pi bölü 3. Düzdürmü? Tamam, mənfi kosinus pi bölü 3 əslində bizə nə vermiş olur? Ark kosinus mənfi 2-də 1. Doğrudurmu? Mənfi 2-də 1. İndi, ark kosinus mənfi 2-də 1-də nə yazırıq? Pi çıxılsın. Yəni, onda belə çıxır, biz ikinci rübə bucağını yazmış oluruq. Demək, bunlara siz özünüz diqqət edə bilərsiniz. Pi-dən çıxmaq lazımdır. Demək, nədən çıxmaq lazımdır? Pi-dən çıxmaq lazımdır. Bunu da yadda saxlaya bilərsiniz. Yəni, mənfi olanda nə etmək lazımdır demək? Pi-dən, yəni, həmin bu. Amma bu mütləq 0-pi arasında olmalıdır ki, biz onu tətbiq edək. Oldu uşaqlar. Arkotangesi şifahi deyirəm. Arkotangesidə də mütləq nə edəcəksiniz? Arkotangesi x funksiyasında da. Mənfi olanda pi-dən çıxacaqsınız. Arkosinus kimi. Məsələn, arkotangens mənfi 1 verilibsə, pi çıxılsın, arkotangens 1 yazmalısınız. Arkotangens 1-i nə vaxt alır? 45-də, tangesdəki kimi. Pi çıxılsın 1. Yəni, ikinci rübə gətirməlisiniz. Bircə fərqi var. Arkosinusdan arkotangesin bircə fərqi var. Kim deyə bilər? O nə fərq ola bilər? Yəni, cavablarında. Y-in cavabları. İkinci fikir. Yox. Hansı dərəcə aralığında ola bilər? Y hansı dərəcə aralığında ola bilər? 0-pi kosinusdakı kimidir. Amma 0-pi daxil olmamaqdan. Kotanges 0-da mənası yoxdur, 180-də mənası yoxdur. Yəni, kotanges azalan funksiya, amma 0-pi aralığında cavablar olmalıdır. 0 ala bilməz heç vaxtı, pi ala bilməz. Cavabların mütləq və mütləq 0-pi. Demək, belə çıxır ki, arksinusdan artangesdə mənfi 90-90 arasında olmalıdır. Və bu zaman mənfi 90-90-ı arksinus ala bilir. Məsələn, arksinus 1 90 dərəcəni alır. Artangesdə isə həmin vaxtı məna yoxdur. Qiymətlər çoxluğu deyirik ona. Arkosinusda qiymətlər çoxluğu 0-pi daxil olmaqla aranı alır.
Arkotangesdə isə 0pi daxil olmamaqladır və arkotangesdən qrafiki aşağıya yerə düşmədiyinə görə biz pi-dən çıxmaq məcburiyyətindəyik. İkinci rübün bucağını tapaq. Kotanges də ikinci rübdə mənfidir, kosinus da ikinci rübdə mənfidir. Ona görə də biz mənfilər verəndə ikinci rübün bucağını tapırıq. Bəs nə üçün bu qayda çıxır? Qrafikinə görə azalan hissənin tərsi olaraq götürmüşük. 0pi aralığında kotanges x funksiyası azalır. Baxına görə. Aydındır mı? Tamam. Bu misalı bir də mənə deyin. Mən buranı düz sildim. Bayaqdan dolanı saxlayırdım. Ömər, de görək. Burada nə idi? 0.2 burada. Arkotanges 29. Arkotanges 29. Arkotanges 29. Tamam. İndi burada nə veribdi? Bizə veribdi tanges arctanges 3'də verir. Bayaq demişdik. Nə olacaq? Elə 31 olacaq. Arctangesdə problem yoxdur. Burada da sinus arcsinussa 0.2 götürə bilirik. Çünki mənfi 1 ilə 1-in arasındadır. Çox rahat götürülür. Kotanges 29-a nə götürəcəyik? Yenə 29 götürəcəyik. Müsbət 29-dur, 29. Və salam. 31 ilə 29-u topla 60. 60-ın bölüsünə 0.2 gəl, 60.2. Demək doğru. Yəni, əslində misalın həlli çox qısadır. Onun izahı uzundur. Onu başa düşmək lazımdır. Onu başa düşəndə sən bilirsən nə iş görürsən. Deyir ki, bunu silirəm. Deyir ki, alfa və beta qonşu bucaqlardır. 19 nömrəli sual deyir, alfa və beta qonşu bucaqlardır. Qonşu bucaqları çəkdir. Səhifə 43-dədir. Alfa və beta qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180 dərəcə olduğuna görə, məsəl üçün biz, tutaq ki, ondan sonra yazarıq. Burada məsələn bizə verir sinus alfa neçə? 3'də 1. Nə soruşur? Sinus beta. Əslində bu 2 vur 2 kimi tez tapılır. Nədən? Çünki biz qonşu bucaqlardır. Birinci rübdə, məsəl üçün alfadan betanı cəmi 180 deyil. Biz məsələn betanı tapanda 180 çıx alfa yazmırıq. Məsələn bunun böyrünə də sinus qoyaq. Bunun da böyrünə sinus yazaq. Çevirmə düsturudur. Düzdürmü? Və cəmləri 180 verirsə, həmişə yadınıza saxlayın. Sinus 1 dərəcə neçədirsə, sinus 179 dərəcədə onu verəcək. Həmişə belədir. Çevirmə düsturundan da bu sübut olunur və nəticədə çevirmə düsturuna görə ikinci rübə düşür. İkinci rübdə sinus müsbətdir və adını da dəyişmir. Çevirmə düsturunda 180, 360 görəndə adını dəyişmir. Onda belə ki, sinus beta sinus alfadır. Bunda belə çıxır ki, bunda cavabı elə 3'də 1'dir. Kosinusda isə bir növ tərsi olur. Kosinus alfa 3'də 1'dir. Məsələn, kosinus beta tərsi deyirəm, pardon, əksi olur. Yəni, çünki 180 çıxır. Kosinus ikinci rübdə nədir? Mənfidir axı. Kosinus ikinci rübdə nədir? Mənfidir. Əgər burada kosinus 180 çıx alfa olsa, yazanda mənfi kosinus alfa yazmaq lazımdır. Yəni, kosinus betamız mənfi kosinus alfaya bərabər olur. Amma hansı halda əgər alfadan betanın cəmi 180 dərəcə verirsə, oldu, cəm 180 dərəcəni verirsə, bunun formasında davam edirik işimizə və nəticədə belə çıxır ki, burada mənfi 3'də 1 olacaq. Yəni, kosinus alfa 3'də 1-dirsə, kosinus beta mənfi 3'də 1 olmalıdır. Yaxşı. Sonra ümumiyyətlə, əgər çoxlu hədləri görürsünüzsə və yaxud kəsirin sürətində və məxrəcində çoxlu sayda kosinus, sinus toplanması, çıxılması görürsünüzsə, bilin ki, bunun qısa bir yol olmalıdır. Kosinus 1 dərəcə, kosinus 2 dərəcə, bu formada gedib. Kosinus 179 dərəcə. Bu çevirmə düsturlarını biz keçmişdik. Çevirmə düsturlarına görə biz bunları ispat edə bilirik. Məsələn, mən bilirəm ki, bu çoxlu verilən 180 dənə burada elə ki, hədd var. Bu 2'dir burada. 180 dərəcə nə var? 180 dənə hədd var. 1, 2, belə gedir. İndi, mən oturub kosinus 1 dərəcəni tapası deyirəm ki, onun cavabı neçədir? Kosinus 2'nin cavabı neçədir? Tapmamalıyam. Mən burada fikirləşməliyəm nə? Kosinus 179 bəlkə kosinus 1'i götürür. Niyə? Axı cəmi 180'dir. Bunu necə yoxlaya bilərəm? Bayaqları dedim əslində. Kosinus 179 dərəcə kosinus 180 çıx 1 kimi yazıla bilər. Çevirmə düsturuna görə ikinci rübdə kosinus mənfidir. Adını da dəyişmədik, mənfi kosinus 1. Yəni, belə çıxır ki, mənfini də sağa ötürə bilərsiniz istəsəz.
Yəni kosinus 1 ilə kosinus 179 və bunu toplayın bu tərəfə. Nə görürsünüz? Kosinus 179 dərəcə, üstə gəlir kosinus 1 dərəcə. Buradan sola atan kimi, bərabərliyin soluna atan kimi sağda 0 qalır. Onda belə çıxır ki, bununla bu bir-birini götürəcək. Eyni qayda kosinus 2 ilə kosinus 178-ə aiddir. Yəni hamı bir-birini götürəcək bu. Aydın oldu? Hamı bir-birini götürəcək. İndi desəz ki, orada məsələn kosinus 90 da var. Məsələn, kosinus 90 da var. O 92 ilə gedəcək. Kosinus 90 dərəcə necədir? 0-dır, yəni heç bir problemi yox. Yəni vurma olsaydı, vurma yazılsaydı. Kosinus 90 0 idi, cavabı 0 verdi avtomatik. Yəni o şeylər də fikir verir, məntiqdir əslində bəzi şeylər. İndi kosinus 180, amma neçədir bu? Mənfi 1-dir də qiymət. Deməli 3 vurulsun, bunlar getdi. Kosinus 180 də mənfi 1-dir. Yəni mənfi 3 cavabını aldıq. Yəni qısa yoldan birinci nəsə iş getməlidir. Oldu mu? Başqa? 25. Burada hesablamalardır. Yəni sən bu 25-i yəqin hadisə səhv eləmişsən. Hesablama xətasıdır. Bu sadəcə dərəcələrin tapılmasıdır. Başqa bir şey deyil. Məsələn 2 tangens pi bölü 4. Tangens 45 dərəcəni sənə verir Ömər? Sual verin. Tangens 45. Müsbət 1 var. Müsbət 1. Sən yaxşı oxumalısan ki, yəni dərhal deyəsən, yəni fikirləşməyəsən. Çünki tangens 45, kotangens 45 çox asandır. Dərəcələri bilin. Çevirmə düsturlarını öyrənin. Çevirmə düsturları bizə lazımdır. Məsələn, dərəcəsi böyük olanları tapa bilmirsənsə, birinci rübə gətir, çox rahat şəkildə qiymətləri tap. Rüblərdəki işarələri bilin. Tangens 45 dərəcə neçəni verir? 1. 2-ni tangens 1-ə vurdan oldu 2. Getdi bu. Sinus 1,5 pi-dir. Bu əslində 2-də 3 deməkdir. Bunu silirəm buradan, yazıram 2-də 3. Yəni 3 pi bölü 2-dir. Doğrudur mu? O da neçəni verir? 270. Bizim bildiyimiz 3 pi bölü 2. Sinus 270. Çevirməyə ehtiyac yoxdur yəni burada. Bilirsənsə. Sinus 270 mənfi 1. Burada üstə gəl 1 olacaq. Keçdik aşağı. Kotangens 60 dərəcədir də bu. Kotangens 60 1 bölü kökdə 3-dür. Düzdürmü? Tangens 30-un qiymətidir. 1 bölü kökdə 3. Tangens 360 nədir? 0 dərəcənin qiyməti 0. Yəni bunun rolu yoxdur burada. Vurulsun. Kosinus 30 dərəcə. Sinus 60-ın qiymətidir. Kökdə 3 bölü 2. İndi bu heç olacaq nə? Bu vurulsun bu. Bunlar birbirine vuranda 2'də 1 olacaq. Məxrəc oldu 2'də 1, burada oldu 3. Bu da oldu 6. Hesablamadır. Xəttəyə yol verim sana arası. Başqa? 92. 92 nisbətən çətinliyi olan bir sual tipidir. Məsəl üçün səhifə 44-də. Məsələn 7 alfa çıxılsın 4 beta bərabərli 810 dərəcə. Bizdən də soruşur sinus, amma ətraflı yazı sualıdır. Bunu yazmaq lazımdır da. Demək ki 3 alfa üstə gəlir 5 beta bölünsün kosinus 9 beta çıxılsın 4 alfa. Uşaqlar, əgər bir kəsildirsə, başqa bir şey də yoxdur, kəsin sürəti məxrəci. Ümumiyyətlə, nəsə olur? Bir kəsildirsə, nəsə ixtisar getməlidir, cavab alınmalıdır. Birinci məntiq budur. Oldu mu? İkinci məntiq. Toplama düsturudur, doğrudur. Amma biz onu toplama düsturunu tətbiq eləsək, yəni heç bir şey əlvə keçməz. Çünki biz bundan istifadə etməliyik. Yəni, çevirmə düsturundan istifadə edəcəyik. Biz baxaq, niyə bilərik ki, məsələn, 3 alfa üstəyə 5 betanın yerinə 7 alfa çıx 4 beta ilə bağlı bir şey yazaq. Bu içinə çıxsaq, alınır mənfi 7 alfa üstəyə 4 beta. O da bizə verilən əksidir. Yəni, bununla bunu toplasan deyirsən. Çıxanda 7 alfa verir, bəli, çıxmaq. Deməli, 3 alfa, elə də eləmək var, 5 beta, əgər biz çıxsaq 9 beta, çıxılsın 4 alfanı, görəcək ki, açanda mörtəzəni olacaq 7 alfa, çıxılsın 4 beta. Demək ki, bu 810, bu da 810 dərəcədir. İndi biz nə edə bilərik? Biz tutaq ki, 3 alfa üstəyə 5 betanın yerinə nəsə yaza bilərik, ya da 9 beta çıx 4 alfanın yerinə bu çıxılsın, bunu yaza bilərik. Yazaq birində yerinə. Deməli, sinus da yazıram. Sinus bunu götürəcəm,
yerinə 810 üstəgəl bunu yazacağam. Birinci bunu yazaq. Qoyulsun belə. 9b beta çıxılsın 4 alfa üstəgəl 810. Bölünsün kosinus 9 beta çıxılsın 4 alfa. İndi biz bilirik ki dövrü 2pidir. Doğrudurmu? Sinusla kosinusla dövrü 2pidir. Əgər biz götürsək yazsaq 810-un içindən 720 atsaq, 2-dən 360 atsaq 90 qalır. Yazırıq, birinci yazaq elə. Yəni 90 dərəcə üstəgəl buradakı 9 beta çıxılsın 4 alfa. Əslində buna A da deyə bilərsiniz artıq. Yəni özünüz necə istəyirsiniz. Bir də uzun-uzadı yazmamaq üçün bura A deyə bilərsiniz. Ya da X deyə bilərsiniz. Məsələn, X deyə 810, X, kosinus X yaza bilərsiniz. Heç bir qorxusu yoxdur. Əsas o da ixtisara hazırlayırsan bunu. Deməli, kosinus 9 beta çıx 4 alfa. Adın dəyişdiyini 90-a görə bilirik. İkinci rübə düşəndə nə verir? Yox, sinus ikinci rübdə nə verir? Sinus nöqtənin Y-dir, 1-dən 2-də müsbət. Onda demək ki, adını dəyişir, kosinus olur və müsbət olur. Və eyni şeyə bölürük və cavab 1 alınır. Belə. Oldu mu? Qəşəng sualdır. Yəni, beləncə çevirmə düsturunu görmək lazımdır orada. Bucaqlardan yola çıxmaq lazımdır. Beləncə 93-ə də baxaq. Silim. 93'də baxaq görək nə deyir. Amma siz gəlib çıxıb yazmırsınız da, yəni. Biraz, yəni bilənlər gəlib çıxmır. Burada bu qədər adam var, amma kimsə demiş ki, mən gəlim yazım. Sinus kvadratı gamma bölü 2 bölünsün kosinus kvadratı alfa plus beta bölü 2 üstəgəl kosinus kvadratı alfa bölü 2 bölünsün sinus kvadratı beta üstəgəl gamma bölü 2. Bizə deyir ki, alfa, beta, gamma üçbucağın daxili bucaqlarıdır. Bu bizə məlumat verdi ki, əgər üçbucağın daxili bucaqlarıdırsa, deməli bunların cəmi 180-i verir. Bəli, alfa plus beta plus gamma 180-dir. Və burada bizə diqqətlə baxın, alfa plus beta görürsünüz. Siz alfa plus betanı təkləyin burada, 180 çıx gamma yazın. Əgər görürsünüz ki, burada kosinus yazılır, burada sinus yazılır. Bir dəfə sinus qoyun böyrünə. Sinus alfa plus beta bərabərdir, sinus 180 çıx gamma olur. Düzdürmü? Və bu zaman biz bayaq nə demişdik? Elə sinus gamma alınır da, çevirmə düsturu bu nəyi verir? Sinus gammanın özünü verir. Sinus gammanın özünü. Demək ki, mən sinus olan hissədə götürüb yerine nə yaza bilərəm? Sinus gamma. Kvadratda olanda... Burada beta üstəyə gammadır, pardon. Burada alfa plus betadır. Düzdürmü? Gərək bunun yerini dəyişik yazarıq. Gəlin onda bunun sinusu kosinus yazarıq. Bunu dəyişək. Burada da alfa plus beta olsa elə eləyirdik. Buradan kosinus yazarıq. Onda mənfi kosinus olacaq. Doğrudurmu? İkinci mənfi kosinus gamma yazdıq. Deməli, birinciyə dəyməyək hələlik. Sinus kvadratı gamma bölü 2 bölünsün. Alfa plus betanın yerinə, amma burada 2-yə bölmə də var. Doğrudur. 2-yə bölmə də var. Onda gəlin biz belə eləyək də, buranı 2-yə bölmüş olaq. Buranı da 2-yə bölək, tələsməyək. 2-yə böləndə adını 90 dərəcə alınır. Çıxılsın gamma bölü 2 alınır. Adını dəyişir, birinci rübə düşür. Sinus gamma bölü 2 alırıq. Deməli, kvadratı da olanda sinus kvadratı gamma bölü 2. Yəni bir növ ispat elədik ki, sən demə bunlar eyni şeydir. Yəqin ki, bu da ondan olacaq. Yəqin ki, yox, dəqiq. Bəli, bura 1 olacaq, bura da 1 olacaq. Bunu da necə eləyək? Betadan gamma bölü 2 deyil. Biz buradan beta üstəgəl gammanı tapırıq. Beta üstəgəl gammanı tapırıq. Bu eləyir 180 çıx alfa. İstəyirsiniz, öncədən 2-yə bölək. Beta üstəgəl gamma bölü 2 bərabərdir. Bu nə idi? Alfa idi. Deməli, bunu da 2-yə böləndə nə alınır? Birbaşa yazaq. 90 dərəcə çıxılsın alfa bölü 2 alınır. İndi bunun böyrünə sinusa görə bir sinus qoyun. Bunun da böyrünə sinus qoyun. Olacaq sinus beta üstəgəl gamma bölü 2 bərabərdir sinus 90 dərəcə çıxılsın alfa bölü 2. Nəticədə bunu bərabər qoyacaq. Bərabər qoyaq da, bu da bundur. Nəticədə adın dəyişir. Birinci rübdə deyə alfa bölü 2,
kvadrat da varsa, burada sinus kvadratı, bu kvadrat olanda hamısı kvadrata çevrilir. Kvadrat olanda heç işarəsinə baxmırsınız əslində. Yəni, orada vaxt etkisi olmuş olur. Yəni, elə bir tutaq ki, elədik. Sinus, bu da kosinus kvadratı alfa bölü 2. Yazılı şəklinə görə yazacaqsınız. Yazacaqsınız ki, yəni, bilsinlər ki, siz nə eləmişsiniz? 1 üstəgəl 1, bu da bəli 2. Deməli, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Üçbucağın iki bucağın cəminin sinusu həmişə üçüncü bucağın sinusuna bərabərdir. Hətta sürətlə də yaza bilərsiniz. Üçbucağın iki bucağın cəminin kosinusu isə üçüncü bucağın kosinusunun əksinə bərabərdir. Aha. Yəni, bu yadda saxlasaz, bir də uzun yazma olmaz, amma ətrafı yazır deyə mütləq yazmalısınız ki, yəni görünsün ki, sən nə edəmsən orada, yaxşı mı? Neçə nömrəni eləyirdik? 91. 91-də deyir ki, fx bərabərdir 1 əgər x daxildir q. Q burada rasional ədədlər kimi verilir. Əgər mənfi 1 olsa, əgər x irrasional ədəd olsa, budur, parçalı funksiya verilmişdir bizə hissəli. Deməli, bizdən soruşur f kosinus 300 dərəcə, çıxılsın f sinus 120 dərəcə. Əslində, məntiqdən biz başa düşməliyik ki, belə misallarda biri 1 olacaq, o biri də yəqin mənfi 1 olacaq. Ola bilər bu mənfi 1 olsun, ola bilər bu. Yəni, biri o birinin yerinə qoyulacaq. Bunu götürüb yerinə ya 1, ya mənfi 1. Yəni, adətən bunu dərk eləməliyik. Amma bəs necə? Hansını yazaq? Dəqiq yazaq. Demək, kosinus 300-ə diqqət edək. Kosinus 300 əslində bayaqları demişdik. Kosinus 360 çıxılsın. Nə idi? Kosinus 360 çıxılsın 60 idi. Çevirmə düsturuna görə 4-cü rübə düşdüyünə görə də yəni biz işarənin kosinusuna müsbət saxlayırıq. Kosinus 60. Bu da sinus 32 də 1-dir. 2 də 1 nədir? Rasionaldır. Rasional ədəd biz bunu götürüb nə yazacaq? Yerinə 1 yazacaq. Yəni bunun qiyməti 1 olur. Anlaşıldı mı? Bunun qiyməti 1 oldu. Çünki o demir ki, sənə məsələn, hansı bir funksiya, başqa bir funksiya zat verməyib ki, sadəcə o deyir ki, belə olsa belələr, belə olsa belələr. Bu da bir funksiya sayılır. Aydındır? İndi f sinus 120, biz sinus 120-ni tapırıq. Sinus 120 də ispat üçün yazırıq. Sinus 180 çıxartmış yaza bilərsiniz. Yəni, adını dəyişməməyə özən göstərin ki, rahat olsun. Adı dəyişmir, ikinci rübə düşəndə biz bilirik ki, müsbət olur. Gördüyünüz kimi sinus 60 verilir. Sinus 60 nədir? Kökdə 3 bölü 2. Bu nədir? İrrasional ədəd. İrrasional ədəd isə, deməli, oraya 2 olacaq. Deməli, çıxılsın mənfi 1. Yəni, mənfi 1 olacaq. Nəticədə cavab 2-ni almış olacaq. Diqqətinizə görə təşəkkür. Sağ olun.